Salam əziz abituriyentlər, əziz şagirdlər. Çox maraqlı bir qrammatika sualı ilə qarşınızdayım. Eyni zamanda biraz da çətin tipli sualdır. Deyir ki, doğru fikri müəyyən edin. Fikirlərin maraqlı idi cümləsində təsirli kar şəkilçisi vardır. Xeyr, onun fikirləri maraqlı idi. Oradakı i mənsubiyyət şəkilçisidir, yanlışdır. Sözə hal şəkilçisindən əvvəl mənsubiyyət şəkilçisi qoşula bilməz. Niyə qoşula bilməz? Kitabımızdan, kitabından, dəftərimdə rahat şəkildə qoşula bilər. Yayda gələcəyim cümləsində hal şəkilçisi söz işlənib. Yadınızda saxlayın, dada zərf düzəldən leksik şəkilçisi kimi də işlənə bilər. İldə, ayda, gündə. Deməli, burada da leksik şəkilçisidir, zərf düzəldib. Qarı narahatdır cümləsində yalnız bir nitq hissəsi işlənib. Qarı sözü sizi çaşdırmasın, qarı sözü isimdir. Qarı isimdir, narahat sifətdir. Burada iki nitq hissəsi var. Döyüşçü və döyüşkən sözləri müxtəlif nitq hissələrindən yaranıb. Sözün kökü döyməkdir. Döyüş, döyüşçü, döyməkdən döyüş, döyüşkən. Bəli, hər ikisi döyüş sözündən yaranıb. Amma bir şeyə fikir verin ki, bizdən deyir ki, müxtəlif nitq hissələrindən yaranıb. Bu doğrudur. Döyüşçü sözü döyüş ismindən yaranıb. Çünki çı üstü 4 addan ad düzəldir. Burada şəkilçiyə baxsaq ki, çalışqan, qan üstü 2-dir də, qan 2. Burada döyüşmək feilindən yarandığına görə, burada fərqli nitq hissəsində yaranıb, bəli. Bu döyüş ismindən, bu isə döyüşmək feilindən cavabımız olacaq Y variantı.